Salam, hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda belə bir maraqlı, qəbula düşmüş sual izahını vermiş olacağım. Dərslərimizə qatılmaq üçün qeyd olunan nömrəyə yaza bilərsiniz. Keçək sual izahına. Deməli, diqqətlə baxsaq görərik ki, burada AB-ni C-yə vurub 531 alıb, düzdür? AB-ni də eyni zamanda D-yə vurub 472 alıb. Burada düzdür, qiymət qoymaq falan belə yollar olar, amma uzun olacaq. Bunun qısa yolu, təbii ki, məntiqi yolu var. Biz diqqətlə baxsaq, elə biz vurmada bilirikdir. Məsələn, əgər burada D-ni AB-yə vurubsa, 472-ni alıbsa, biz də bilirik ki, bu D-ni bu AB-yə vuranda həmin o 472 bunun altına düşməlidir də. Məsələn, yaza bilərik ki, belə, bunun yerinə 2 yazıram, alt aşağıya. Soluna 7 düşəcək. Bir yanda soluna 4 düşəcək təbii ki. Sonra baxın hələ bu C-ni də AB-yə vuran nə alınır bəs? 531. Əla. Siz də vurmada bilirsiniz də C-ni AB-yə vuran da artıq 7-nin altına düşəcək o son rəqəm. 1 düşür bura, soluna 3, onun da soluna 5 düşəcək. Və vurmanın altında bilirsiniz ki, toplama olur da. Bunları toplayacağım elə. 2 düşür aşağı, bunun altına 8, 4-ün 3-ün cəmi 7. Buradakı 5 də düşür aşağı. Vəssalam. Cavab olur 5782. Yəni sualımızın doğru cavabı B variantı olmuş olur.